Hamınıza salam dostlar. Bu videoda Samsung Galaxy Z Fold 7 adlı telefonu, daha doğrusu qatlanabilen bir telefon inceləyəcəyik və həmən başlayaq. Bu dostlar telefonun qatlanabilir olmasının bir yaxşı cəhətləri mövcuddur. Həm də yəni burada pis cəhətləri də var. Mən hamısını deyəcəm. İlk öncə dizaynından başlayaq dostlar. Telefonun dizaynına söz ola bilməz. Yəni çərçivələr incə. Telefon bir kərpic kimi görünür. Qatlanabilən bir kərpic kimi. Dostlar telefonun yanı belə deyim də 3 rəngdə, hətta 4 rəngdə deyəsən bu qarşımıza çıxır. Belə bir göy rəngi mövcuddur. Və digər belə rəngləri var. AMOLED ekranını görmək olur. Burada damla kimi deyil, nöqtə kimi bir kameradan istifadə olunub. Təbii ki də bu flagman sinifidir. Üst səviyyə olduğuna görə də dostlar, yəni çərçivələri də incə və olduqca səliqəli bir telefondur. Dostlar telefonun artıq biz texniki detallarına keçək. Dostlar telefon 5G-ni dəstəkləyir, yəni burada heç bir şübhə ola bilməz. Dostlar telefon iyulun 2025-ci ilin iyulun 9-da istehsal olunubdur və telefonun çəkisi 215 qram təşkil edir, telefonun çəkisi və burada alüminium çərçivədən istifadə olunubdur və ekran qismindən isə AMOLED-in dinamik AMOLED-dən istifadə olunub. Burada hər piksel öz işığını istehsal eləyir. Bu da gözəl bir görüntüyə gətirib çıxarır. Full HD Plus-ın da üzərində bir razрешение mövcuddur və 422 ppi-lik bir ekrandır. Ekranı qəşəngdir dostlar həqiqətən. Yəni burada söz ola bilməz buna. Çünki yüksək səviyyəli bir telefondur bu. Ortada qatlanan qisminin ikisinin arasında isə polimer qatmanı mövcuddur. Bu da daha çox açılıb bağlanmaya gətirib çıxarır. Daha çox dözümlü bir materialdır bu. Dostlar telefon Android 16 ilə işləyir. Telefonun prosesoru da həqiqətən çox güclüdür. Axırıncı model Snapdragon 8 Elite 3 nanometrik prosesordur və burada Orion arxitekturasından istifadə olunub. Bu da hal-hazırki ən güclü arxitekturalardan hesab olunur və bu arxitektura 4.47 GHz sürətdə işləyir. Ekran kartımız da ən güclü ekran kartıdır dostlar. Burada Adreno 830-dan söhbət gedir. Yəni çox güclüdür, yəni telefonun daxili yaddaşı da olsun, həmisi çox sürətlidir. Kameralarımız da yaxşıdır dostlar. 200 megapiksellik optik stabilizasiyalı kameramız mövcuddur. Və bu optik zoomu dəstəkləyir. Ancaq yəni o S seriyaları kimi uzaq məsafələrdə yox. 8K-ya qədər video çəkir dostlar. 1080p 240 fps video çəkə bilir. Ön kameramız o qədər güclü deyil. Sadəcə 4K 60 və 1080p 60 fps video çəkir. Yəni qaranlıqda işin rəngi dəyişir təbii ki də. Dostlar cüt kalonkası var telefonun və çox yüksək səviyyəli bir səs çıxışı mövcuddur. Təbii ki də bu yüksək səviyyəli telefondur və həmçinin də burada Samsung Galaxy Z Fold 7-nin Antutu benchmark halını görə bilirsiniz. Yəni prosesor o qədər güclüdür ki 416 xalı tək başına yığır həqiqətən də, yəni olduqca güclüdür. Yəni bu telefonun yəni heç bir problemi yoxdur. Amma dostlar isindən də görmüş olduğunuz kimi throttlingi biraz yüksəkdir dostlar. 15 dəqiqəlik test sonrasında görürük ki performans %60'lara qədər düşür. Bu da o qədər yaxşı bir göstərici deyil. Telefonun istilik balansı yaxşı qurulmayıb. Baxmayaraq ki burada 3 nanometrik prosesordan istifadə olunub. Ancaq görünüş etibarilə telefon həqiqətən yaxşıdır. Ümumiyyətlə güclü bir telefondur, amma necə deyək, uzun müddətli ağır istifadə üçün deyil, sadəcə şəkil üçündür bu telefon. Yəni mənim görüşüm bu qədərdir. Mən bunu yəni görürəm, yüksək trendlikdir burada. 60 dərəcə, yaxud da 60% qədər performansın düşməsindən gətirib çıxarır. Prosesorun yüksək GHz-lərdə işləyərkən olan nüvələrin isinərkən aşağı düşən performansını burada görmək olur. 60% qədər düşən performans 15 dəqiqəlik. Məsələn, yüksək səviyyəli qrafikdə oyun oynamayın, biraz aşağı səviyyədə oynasanız performans 80%-lərə qalar və daha yaxşı telefon işləyər. Dostlar telefondan bu qədər, yəni telefon pis deyil. Video like ataraq kanala abunə olmağı unutmayın dostlar. Sağ olun, salamat qalın.